Məhlar mövzusundan belə bir suala baxaq. 1 qram şəkər 190 qram suda həll etdikdə 24% məhlul alınır. Düsturumuz omega bərabərdir. Maddə böl, maddə plus su vur 100%. Çünki suyu ayrı verdiyinə görə omeganı 24% almışıqsa 1 qram şəkər bilmirik. 1 qram 190 qram suda həll edirik. Vururuq 100%-ə. Buradan M1-i hesablasaq 60 qram şəkər tapmış oluruq. Daha sonra bu 60 qram şəkəri neçə qram suda, M2 qram suda həll etməklə 30% məhlullanırıq. Yəni eyni düstur 30% bərabərdir. 60 maddənin yerinə qoyursunuz. 60 plus M2. Vururuq 100%-ə. Buradan da M2-ni tapırıq. 140 qram su. Deməli, M1-imiz 60, M2-miz 140, cəmi M1 plus M2-nin cəmi 200 qram eləyir. Doğru variant C variantıdır. Daha sonra belə bir sual baxaq. 300 qram 50% natrium OH məhlulu almaq üçün 40% məhluldan neçə qram natrium OH əlavə etmək lazımdır? Baxın, 300 qram məhlulumuz 50% almaq üçün, yəni görə içərisində bunun nə qədər maddə var? Biz bu zaman maddəni tapmış olarıq. Maddəmiz eləyir 150 qram. Deməli, 150 qram maddə almaq üçün 40% məhluldan nə qədər götürmək lazımdır? Yəni, omeganın yerinə 40% bərabərdir. Maddəmiz, deməli, 150 üstəgəl x böl məhlulumuz 300 plus x vurulmuş 100%-ə. İxtisar aparıq hər tərəfi 20-yə 2, 5, 600 üstəgəl 2x bərabərdir 450 üstəgəl 5x-ə. 3x bərabərdir 150, x də bərabərdir 50. Deməli, biz 50 qram natrium OH maddəsi əlavə etmiş olarıq. Doğru variant C variantıdır.